Çox təəssüf ki, Rusiya ordusu çox böyük itkilər müqabilində olsa da, hardasa 18-19 ay davam edən döyüşlərdən sonra Pokrovsk şəhərini ələ keçirməyə çox yaxındır. Əlbəttə ki, savaşda qeyri-adi hadisələr də baş verir. Hələ də Ukraynanın uğurlu əks-hücum ehtimalını tam kənara qoymaq olmaz, amma böyük ehtimalla mütəxəssislər nəhayət çox böyük itkilərdən sonra Rusiyanın bu şəhəri işğal edə biləcəyini bildirirlər. Pokrovsk müharibədən əvvəl təqribən 60 min nəfərin yaşadığı, yəni məsələn bir rayon mərkəzi kimi bir şəhərdir və bir daha vurğulayıram ki, 18-19 aydır ki, bu şəhəri ələ keçirməkdən ötürü əməliyyat başlayıb. Hətta ötən ilin avqustunda Kursk istiqamətində Ukraynanın hücumu da o məqsədlə edilmişdi ki, Pokrovsku diqqətdən yayındırsın. Pokrovska olan hücumu dayandırsın. Və baxın, ötən ilin avqustundan bəri hardasa bir 15-16 aydır keçir və indi hələ şəhəri işğal etməyə yaxınlaşıblar. Rusiyanın özünün müharibə blogerlərinin verdiyi məlumata görə Rusiyanın bu şəhər uğrunda savaşda verdiyi savaşlar, deməli itkilər Bahmut şəhərin işğalı zamanı verilmiş itki ilə müqayisə oluna bilər, ona bərabər ola bilər. Və həmin deməli Rusiya blogerləri, yəni hökuməti müdafiə edən, müharibə tərəfdarı olan blogerlər, onlar etiraf edirlər ki, azı 40 min nəfər ölü olaraq Rusiya Bahmut uğrunda savaşda itirmişdi. Yaralılarla bir yerdə 150 min nəfərdən artıq itki vermişdi. İndi burada da 150-170 minə qədər itkidən söhbət gedir. Bir balaca təqribən rayon mərkəzi kimi bir şəhərin ələ keçirilməsindən ötürü. Ona görə də əslində Rusiya çox baha başa gələn taktiki bir qələbə əldə edir, amma strategiyanı uduzur. Strateji baxımdan necə uduzur Rusiya? Rusiya bu savaşa nədən ötürü başlayıb? Bu trilyonlarla dollar xərci, milyondan artıq insanı, dövlətin ibincini, bunların hamısını nəyə görə qurban verir? Ölkənin iqtisadi potensialının böyük əksəriyyətini nəyə görə itirib? İstəyirdilər ki, Ukraynanı işğal edib, məsələn, Belarus kimi sözə baxan, Rusiyanın əmrində olan, Rusiyanın keçmiş SSR-i iki tipli bir imperiyasının əsas dayaqlarından biri olan bir ölkə çevirsinlər. Alındı mı? Xeyr. Hər kəs bilir ki, Ukrayna hətta müəyyən qədər torpaq itirsə də bundan sonra da, amma yenə də müstəqilliyini qoruyub saxlayacaq və Ukrayna perspektivdə Avropa İttifaqının üzvü olacaq, NATO'nun üzvü olacaq. Deməli, əsas məqsədinə Rusiya nail ola bilmir. Rusiya iddia edirdi ki, bu savaşa başlayanda NATO'nu sərhədlərinə güya buraxmayacaq. Amma bilirsiniz NATO hara gəlib çıxdı? Finlandiya oldu NATO üzvü və Finlandiyanın 1300 kilometr quru sərhəddi var Rusiya ilə. Yəni NATO gəlib oturdu Finlandiyanın, deməli Finlandiyanın vasitəsilə Rusiyanın sərhəddində. İsveç də daxil oldu NATO'ya və beləliklə Baltik dənizi kimi son dərəcə hərbi strateji önəmi olan dəniz oldu NATO daxili göl. Artıq Rusiyanın orada heç bir şansı yoxdur. Rusiya Qara dənizi də hərbi strateji baxımdan itirib. Rusiya geniş mənada dünyadakı imicini, dostlarının əksəriyyətini də itirib. Avropa birləşib, NATO birləşib, NATO hərbiyə ayrılan vəsaiti 5%-ə qədər qaldırıb, 2%-dən 5%-ə qədər təsəvvür edin qaldırıb və NATO'nun baş katibi elan elədi ki, artıq hərbi sənaye kompleksi NATO'nun işə düşüb və Rusiyadan artıq daha çox silah-sursat istehsal edirlər. Baxmayaraq ki, Rusiya tam müharibə vəziyyətindədir, amma NATO hazırlıq mərhələsindədir və artıq NATO keçdi Rusiyadan artıq silah-sursat istehsal etməyə. Yəni strateji baxımdan götürəndə Rusiya o trilyonlarla dollarlıq bütün ehtiyatlarını, imkanlarını itirdi, tükətdi, dövlət şirkətlərini müflis elədi, Avropa kimi böyük bir bazarı, deməli Rusiyanın qaz satışı üçün çox mötəbər və böyük bir bazarı itirdi. Gazprom çox böyük imkanlardan, bəlkə də trilyonluq imkanlardan uzaq məsafədə düşünsək, məhrum oldu. Texnoloji baxımdan ölkə nə qədər geri düşdü. Cənubi Qafqazda, Orta Asiyada mövqelərini nə qədər itirdi. Avropadakı bütün dostları ondan üz döndərdi. Və indi bir 60 minlik şəhərin işğal olunması nə verəcək ki Rusiyaya?
Baxın, 2 ildən artıqdır ki, Rusiyanın hücumu davam edir. Yəni əvvəl Rusiya hücum eləmişdi, sonra Ukrayna əks hücum elədi və əks hücum demək olar ki, bitəndən sonra, yəni Xersonun, Xarkov vilayətinin də azad edilməsindən sonra təşəbbüs Rusiyadadır. Rusiya dayanmadan hücum edir. Və bu qədər müddətin ərzində Rusiya 2023-cü ilin payızından, oktyabr ayından, indi də 2025-ci ilin noyabrı, tam 2 il başa çatıb, Ukraynanın 1% torpağını hələ işğal edib başa çatdıra bilmir. Yəni aramsız 2 ildir hücumdadır Rusiya. Minlərlə, 10 minlərlə zirehli texnika itirib. Bu son 2 ildə 100 minlərlə insan itirib. Demografik fəlakət yaşayır Rusiya. Çünki onsuz da demografik vəziyyəti pisdir. Amma gənc, perspektivli, milyon yarıma yaxın insanı itirmək, 1 milyona qədər də insanın ölkəni tərk etməsi, bunlar Rusiya üçün çox ciddi problemlərdir. O bərpası mümkün olmayan problemlərdir. Və Ukraynanın 1% torpaqlarını işğal etmək. Bilirsiniz, vaxtilə bizim də torpaqlarımız işğal altındaydı. Bunu biz elə hamıdan yaxşı bilirik ki, torpaqların bir qisminin bir müddət işğal altında qalması ilə ölçülmür hərbi, strateji, böyük qələbə. Ona qalanda Ermənistan da bir müddət özünü qalib sayırdı. Bizim torpaqlarımızın elə onlar da 20%-nə sərəncam verirdilər, istədiklərini eləyirdilər. Az qala bünövrəsinə qədər şəhərlərimizi dağıtmışdılar. Bütün mədəniyyət abidələrimizi dağıtmışdılar. Daşı belə çöküb aparırdılar Azərbaycan şəhərlərindən. İndi Rusiyada tutaq ki, 20%-ə qədərini Ukraynanın işğal eləsin. Kim tanıyacaq ki bu işğalı? Heç kim tanımayacaq. Və Rusiyanın iqtisadiyyatı çökür, strateji baxımdan böyük məğlubiyyətə düçar olur. Ona görə də mən bunu o məqsədlə bu geniş analizi elədim ki, ola bilər ki, həqiqətən də böyük itkilər bahasına Pokrovsk şəhərini Rusiya işğal eləsin. Variantlardan biri, daha çox ehtimal olunanı budur. Çünki orada həqiqətən də qarnizorunun vəziyyəti çox ağırdır. Ukraynalılar özü deyirlər ki, konkret bu istiqamətdə, cəbhənin bu istiqamətində 8-10 dəfə şəxsi heyət baxımından Rusiyanın üstünlüyü var. Rusiya belə deyək, ağla sığmaz dərəcədə böyük ordu, 170 min nəfər ancaq Pokrovsk istiqamətinə ordu yönəldi. Ola bilər bu. Amma inanın ki, geniş mənada dünyanın, Ukraynanın, Rusiyanın taleyini həll eləmir. Bunlar hamısı o pir qələbələrdir. Rusiya tükənir həmin bax bu belə dırnaq arası qələbələrlə, pir qələbələri ilə. Rusiyaya indi hələ ciddi sanksiyalar qoyulur. Və bu ciddi sanksiyalar əlbəttə ki, Rusiyanın vəziyyətini ağırlaşdıracaq. Qaldı ki, Pokrovsk işğal olunarsa, bu Ukraynanın Avropalı müttəfiqlərində ruh düşkünlüyü yaradar. Tam əksinə, mənə elə gəlir ki, onlar başa düşəcəklər ki, Ukrayna üçün etdikləri azdır. Çünki bunu açıq deməliyik biz. Ukrayna son 9 ayda əsas müttəfiqinin dəstəyi olmadan vuruşur. Ukraynanın bu savaşda bir nömrəli müttəfiqi kim idi uzun illər, 3 ilə yaxın? Amerika Birləşmiş Ştatları. İndi Amerika Birləşmiş Ştatları bu prosesdə daha çox sülh yaradan vasitəçi kimi iştirak edir. Deməli, Avropa başa düşəcək ki, Ukraynaya edilən yardımlar kifayət deyil, o yardımları artırmaq lazımdır. Çünki Avropa yaxşı başa düşür ki, Rusiya bu savaşdan qalib çıxacağı təqdirdə o Ukrayna ilə kifayətlənməz. Mütləq başqa istiqamətlərdə də deməli qərblə qarşıdurma davam eləyər. Ona görə də əksinə hesab eləyirəm ki, hətta hərbi baxımdan Pokrovskda Ukrayna məğlubiyyət yaşasa belə Avropanın dəstəyi, yardımı artacaq. Və biz bunun ilk simptomunu gördük Almaniyanın nümunəsində. Almaniya bilirsiniz ki, 8,5 milyard avro büdcəsindən pul ayırmışdı Ukraynaya bu il üçün. Əlavə 3 milyard da ayırdılar. Bu bilirsiniz çox böyük bir rəqəmdir. Hardasa 40%-ə yaxın birdən-birə Ukraynaya dəstəyi artırdılar. Və beləliklə tək Almaniyanın bir ildə Ukraynaya hərbi dəstəyi oldu 11,5 milyard avro. Bu çox böyük rəqəmdir. 13 milyard dollara yaxın puldur. Ona görə də mən hesab eləmirəm ki, Ukraynanın müttəfiqləri onu tək qoyacaqlar. Əksinə, hesab eləyirəm ki, Ukraynaya dəstək artacaq. Və bu yaxınlarda Mark Rutte, NATO'nun baş katibi elan elədi ki, artıq NATO müttəfiqləri gələn ildə
60 milyard dollarlıq Ukraynaya hərbi dəstək verəcəklər. Ukraynanın zaten istədiyi də elə bu qədərdir. Ukraynanın hərbi büdcəsi 120 milyard kimi planlaşdırılır və onun 60 milyarda qədərini Ukrayna özü təmin edəcək. O müttəfiqlərindən də 60 milyardlıq hərbi dəstək gözləyirdi və artıq NATO'nun baş katibi bu dəstəyin veriləcəyini bildirdi. Üstəlik, gözlənilir ki, Rusiyanın Avropa banklarında dondurulmuş vəsaitlərin hesabda da 162 milyard dollar Ukraynaya kredit verilsin. O da verilsə, o zaman deməli bu savaşda Ukraynanın xeyrinə daha ciddi dəyişiklik ola bilər. Əgər Pokrovskoda hərbi məğlubiyyət yaşansa, hesab edirəm ki, Ukrayna cəmiyyəti özü də biraz daha artıq səfərbər olunacaq. Bilirsiniz, Ukrayna vətən savaşı aparır. Vətən savaşında qaçmağa yer yoxdur. İtirdiyin hər addım torpaq sənindir. Ona görə də toparlanmaqdan, vuruşmaqdan başqa yol yoxdur. Bu bir istiqlal savaşıdır. Bu bir qurtuluş savaşıdır. Bu bir vətən savaşıdır. Amma açıq deyim ki, mən bir dəfə də bu barədə danışmışam. Ukrayna xalqına, ordusuna, prezidentinə olan çox böyük hörmətimə rəğmən bu cür çətin savaşda Ukrayna bütün resurslarını hələ də səfərbər eləməyib. Hələ də 25 yaşına qədər gənclər, sağlam, enerjili, vuruşmaq imkanında olan gənclər ordudan kənar saxlanılır. 18 yaşlı gəncləri orduya buraxmamağı mən başa düşürəm. Amma məsələn, ən azı 22-25 yaşlarında olan Ukraynada bir yarım milyon gənc var. Onlar niyə bu savaşa hələ də qoşulmayıblar? Hələ də dövlət o resursdan istifadə eləmir? Mən bilmirəm. Ola bilsin ki, bəlkə də bu Pokrovsk istiqamətində indi yaşanmaqda olan Ukrayna üçün uğursuzluq o cəmiyyəti biraz da silkələyər və Ukrayna cəmiyyəti daha ciddi səfərbər olunar. Çünki əlbəttə ki, Ukrayna çox ağrıdıcı zərbələr vurur Rusiyanın dərinliklərinə. Əvvəlki illərdə onun bu imkanı yox idi. İndi demək olar ki, hər gün Rusiyanın neft ayırma zavodları, istilik elektrik stansiyaları, qaz paylayıcı mərkəzləri və belə deyək, yanacaq energetika kompleksi ilə bağlı ən vacib obyektləri, o cümlədən hərbi zavodları hər gün demək olar ki, sistemli şəkildə vurulur və bunlar Rusiyanın iqtisadi gücünü, müharibə aparmaq bacarığını, imkanlarını azaldır. Amma tək buna ümid olmaq olmaz. Ukrayna xalqı da o böyük, möhtəşəm qələbə naminə daha ciddi səfərbər olunmalıdır. Ona görə də mən hesab edirəm ki, Pokrovskoda hərçənd ki, bir daha altını çizirəm ki, bu gün üçün dəqiq deyil ki, hələ bu barədə biz danışaq ki, Pokrovsk mütləq itiriləcək. Amma hətta itiriləcəyi təqdirdə belə Ukrayna xalqı və onun müttəfiqləri bu məğlubiyyətdən elə dərslər götürə bilərlər ki, Rusiyanın strateji və böyük məğlubiyyətini daha da yaxınlaşdıra bilərlər.